Uşaqlıq yolu sallanması adından da göründüyü kimi çanaq, əzələ, fasya və bağ aparatının zəiflənməsi ilə əlaqədar olaraq uşaqlıq yolunun və uşaqlıq yolunun önündə yerləşən sidik hissəsi və arxasında yerləşən düz bağırsağın sallanması ilə gedən bir patoloji problemdir. Sallanmanın səbəbləri nədir? Öncə onu deyim. Sallanmanın ən böyük səbəbləri doğuşlar. Doğum etmiş qadınla doğum etməmiş qadını fərqləndirsək, doğum etmiş qadının 2 qat daha çox risk var sallanma. Əgər o qadın 4 kilo üzəri uşaq dünyaya gətiribsə, mən deyim 10 qat daha onda sallanma riski artır. Uşaqlıq yolu sallananda əslində uşaqlıq yoluna tək başına uşaqlıq yolu sallanmış deyə bilmirik. Dediyim kimi uşaqlıq yolunun önündə sidik hissəsi var, arxasında düz bağırsaq var, yuxarıda da uşaqlıq var və kilolu doğuşlardan sonra nə qədər də olmasa müəyyən qədər orada travma olur və travma həm sidik hissəsi uşaqlıq yolu arasında olan fasyanı zədələyir, yırtılma olur, həm də düz bağırsaqla uşaqlıq yolu arasında olan fasyanı zədələyir və çox zamanda biz sidik hissəsi, düz bağırsaq sallanması, yəni sistosel, rektosel və uşaqlığın sallanmasını üçünü çox zaman bir arada görə bilirik. Və bu sallanmanı necə anlaya bilərik? Pasiyent bizə necə şikayət edir? Dediyim kimi də sallanma zamanı ilk mərhələlərdə sidik hissəsinin sallanması zamanı tez-tez sidiyə getmə, sidik hissəsinin tam boşalmaması, bəzən qalıq sidiyin qalmasından bağlı tez-tez sistitlərin olması, ilərləyən mərhələlərdə sidik qaçırma, bununla yanaşı pasiyentin vajinada yad cisim hissiyatı, dolğunluq, zaman-zaman hətta dışarıya çıxma, vajinadan xaricə çıxma simptomları ola bilər. Düz bağırsaq sallanmalarında, daha doğrusu düz bağırsaq sallanması dediğimiz düz bağırsağın vajinaya sallanması, yəni rektosel, bəzən pasiyentlər yanlış anlayır. Sanır ki, bağırsaq anal dəlikdən xaricə çıxıb sallanmadı, amma bizdə elə deyil. Bizdə düz bağırsağın vajinaya sallanması. Yəni bir növ, əslində bu sallanma deyil, bunu yırtıq kimi də demək olar. Çünki orada fasya tamam dağılıb və düz bağırsaq vajinaya yırtıqlaşıb. Yəni əslində bunu düz bağırsağın vajinaya yırtığı da adlandıra bilərik, loru dildə desək. Bu zaman nə olur? Xəstədə qəbizlik hissiyatı ola bilər, defikasiya sonrası düz bağırsağın tam boşalmaması, ilərləyən mərhələdə hətta pasiyent əli ilə yardım, kömək etməsə, bu zaman demək olar ki, defikasiya aktı, yəni böyük bayıra çıxma prosesi baş vermir. Və yenə də xəstənin, pasiyentin çox zaman yenə də bizə gələndə əlimə nəsə dəyir. Yenə də bu şikayətdən gəlirlər bizə.